12 noyabr 2025-ci ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, Türkiyə ekspertlərinin iddialar var. Toqquşma, təxribat və ya hücum. Türkiyədə təhlükəsizlik üzrə ekspertlər Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin noyabrın 11-də Gürcüstanda qəzaya uğramasının səbəbləri, o cümlədən də xarici təsir ehtimalı ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Axaras xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hərbi ekspert Coşqun Başbuğ bildirib ki, müxtəlif versiyalar nəzərdən keçirilməlidir. Qəzaya səbəb kimi texniki nasazlıq istisna edilməlidir. Eyni amil hava şəraitinə də aiddir. Çünki pis hava olsaydı müvafiq orqanlar məlumat verərdilər. Qalan versiyalar isə havada toqquşma, təxribat və ya hücum daxildir. Digər Türkiyəli təhlükəsizlik eksperti İbrahim Keleş də oxşar versiya səsləndirib. Deyir, fəlakətin səbəbləri ilə bağlı müxtəlif versiyaları nəzərdən keçirmək lazımdır. Texniki nasazlıq, pilot xətası, mövsümü və hava şəraiti, zəif görmə, amma xarici təsir ehtimalı da var. Hərbi ekspert Kazım Dalkıran da öz növbəsində C-130'ların hava hücumundan müdafiə sistemləri ilə vurula biləcəyini istisna etməyib. Sərhəd bölgələrində deyir, naməlum təyyarələr daimi döyüş hazırlığı vəziyyətində olan bəzi hava hücumundan müdafiə sistemləri tərəfindən avtomatik olaraq vurula bilər. Amma bu məsələ təbii ki, Türkiyə Müdafiə Nazirliyinin bu məsələdə Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarını gözləməliyik deyirlər. Dediyimiz kimi təyyarə ikiyə bölünüb, kənar müdaxilə ehtimalı ilə bağlı müzakirələr artıq intensivləşməkdədir və Türkiyə ekspertlər toqquşma, təxribat və ya hücum versiyasının da indi yaşamaq hüququnun olduğunu yazırlar dəyərli izləyicilər.